Salam uşaqlar. Bugün birinci test toplusundan davam edirik. Birinci test toplusunda isbat məsələlərindən 4 dənə məsələyə baxacaq. İlk sualda belə bir şey deyir ki, əgər A bölü B topla C bölü D bərabər 1 olarsa, verilən bərabərliyin ya da verilən eyniliyin doğru olduğunu isbat edin. Biz bu şərtini bu şəkildə yazdıq. Sonra bu ifadənin hər tərəfini burada toplama gördük. Eynisinin çıx olanına vuracaq. Yəni bərabərliyin hər tərəfini A bölü B çıxılsın C bölü D ifadəsinə vursaq, nə olacaq? Bu ifadəni bu ifadəyə vurduqda müxtəsər vurma üsulü kvadratlar fərqi A kvadrat bölü B kvadrat çıxılsın C kvadrat bölü D kvadrat olacaq. Bərabər 1-i bu ifadəyə vurduqda elə ifadənin özü alınacaq. A bölü B çıxılsın C bölünsün D. Sonra isə C bölünsün D ifadəsini bərabərliyin sol tərəfinə aparırıq. C kvadrat bölü D kvadrat ifadəsini isə bərabərliyin sağ tərəfinə aparırıq. O zaman A kvadrat bölü B kvadrat bu arada A bölünsün B mötərizə kvadrat olmuş olur. Çıx C bölü D sol tərəfə gələndə topla C bölü D olmuş olur. Mənfi C kvadrat bölü T kvadrat sağ tərəfə gələndə müsbət olur və C bölü D-nin mötərizə kvadrat olmuş olur. Və sağ tərəfdə A bölü B olduğu üçün də topla A bölünsün B yazmış oluruq və verilən eynilik isbat olunmuş olur. Keçək növbəti məsələyə. Koşu bərabərsizliyi ilə isbat edəcəyimiz növbəti bir sual. Deməli, sualda A, B, C ədədlərinin müsbət olduğu verilib şərtdə. Yəni ki, A, B, C ədədlərinin A plus B, B plus C ya da A plus C olan versiyalarının cəmlərinin hər biri üçün koşu bərabərsizliyi doğrudur. Koşu bərabərsizliyi nə deyirdi bizə? Deyirdi ki, iki ədədin ədəd ortası böyük bərabərdir kök altında həmin ədədlərin həndəsi ortasından. Böyük bərabərdir həmin ədədlərin həndəsi ortası. Və biz bunu A üstəgəl B böyük bərabərdir 2 kökdə AB şəklində səhv eləmirəmsə isbat 7 videosunda isbat etmişdik. O videodan təkrar koşu bərabərsizliyin isbatına baxa bilərik. İndi bu məsələyə gəlsək. A və B ədədləri üçün koşu bərabərsizliyinin bu dairəyə aldığım versiyasına baxaq. A üstəgəlsin B böyük bərabərdir 2 kök altında AB. Eyni bərabərsizliyi BC üçün yerinə yetirsək, B üstəgəlsə böyük bərabərdir 2 kök altında BC. Eynisini A üstəgəlsə üçün yerinə yetirsək, A üstəgəlsə böyük bərabərdir 2 kök altında AC və bu bərabərsizlikləri alt-alta vursaq, A üstəgəl B vurulsun B üstəgəl C vurulsun A üstəgəl C böyük bərabər 2 vur 2 vur 2 8 kök altda A-nı kök altda A-ya vuranda A, burada kök altda B-ni kök altda B-yə vursaq B və kök altda C-ni kök altda C-yə də vursaq C alınmış olacaq və verilən bərabərsizlik isbat olunmuş olacaq. Keçək növbəti məsələyə. Ədədi silsiləyə aid bir məsələ. Deməli, şərtdə deyir ki, 2 ədədi silsilə var. Üçüncü bir ədədi silsilə də bu ədədi silsilələrlə ifadə olunub. O zaman üçüncünün həqiqətən də ədədi silsilə olduğunu isbat edin. Deməli, birincisi biz ədədi silsilənin veriliş şəklini bilməliyik. Biz bilirik ki, ixtiyari ədədi silsilə AN bərabər, BN, CN hər şey ola bilər bu. AN bərabər K vurulsun N toplansın B şəklindədir. Yəni, elə bil ki, bir N dəyişəni hansısa bir K-ya vurulub, yəni hansısa bir sabit ədədə vurulub və üzərinə başqa bir sabit ədəd əlavə olunub ya da çıxılıb da deyə bilərik. Yəni, xətti funksiya şəklində olan düsturla, xətti funksiya şəklində ya da xətti funksiya düsturu ilə verilən silsilə ədədi silsilə olur. Bunu unutmayaq. Bu qaydadan istifadə edəcək burada. İndi gələk AN və BN-i ifadə edək. Məsəl üçün AN bərabər KN toplansın B olsun. İndi BN-i də ifadə edəcək deyə buna bir K1 ilə B1 deyək. Və B1-i B-nin B-si ilə qarışdırmayaq. Bunu da başdan deyim. Sonra məsələn BN-i ifadə edək. O da
Kn toplansın B olsa, buna da fərqlənsin deyə K2 topla B2, K2N topla B2 deyəcəm. İndi biz C'ni ifadə etməliyik də, Cn silsiləsini ifadə etməliyik. İndi 2AN hesablayaq. Addım-addım eləyib, bir dəfəlik yazmayaq C'ni. 2AN olacaq. 2K1N 2K1N toplansın 2B1. Sonra 3BN nə olar? 3K2N topla 3B2 olar. Sonra isə biz bunları alt-alta bir-birindən çıxacaq. Və bunları çıxdığımızda Cn silsiləsini almış oluruq. Yazırıq Cn ardıcıllığı deyək. Cn ardıcıllığı bərabərdir 2AN çıx 3BN. Yəni bunu bundan çıxanda N'i ortaq vuruq götürsəm 2K1 çıxılsın 3K2N toplansın 2B1-dən də çıx 3B2-ni. Bu da bir başqa mötərizədir. İndi başda dediyim qaydaya qayıdaq. Biz nə dedik? Dedik ki, silsilə düsturu, ədədi silsilə düsturu n vurulsun hər hansı bir sabit ədəd, və toplansın yenə hər hansı bir sabit ədəd olmalıdır. O zaman baxırıq C'nin düsturuna. C'nin düsturuna baxırıq diqqətlə. Görürük ki, C'ndə də n dəyişəni hər hansı bir sabit ədədə vurulub və üzərinə gəl yenə başqa bir sabit ədəd. O zaman n vurulsun sabit ədəd, topla yenə sabit ədəd şərtini ödəyirsə Cn ardıcıllığı, o zaman nə olmuş olur? Demək Cn ədədi silsilə olmuş olur. Yəni bunu indi deyəcəksiniz ki, isbat sual düşdü. Bunu nətər yazaq? Əslində bu dediyim sözləri o tapşırıq vərəqində ətraflı şəkildə yazmaq lazımdır, izah eləmək lazımdır sözlə. Yəni bu şərti ödədiyi üçün, bu verilən yuxarıda sağda verilən şərti ödədiyi üçün Cn ardıcıllığı ədədi silsilə olmuş olur. Bu qədər. Məsələ ispat olundu. Keçək növbəti suala və sonuncu sual. Sonuncu məsələmizdə deyir ki, isbat edin ki, üçbucağın tən böləni eyni təpədən çəkilən median və hündürlük arasında yerləşir. Birincisi, bu məsələdə bir düzəliş eləyək. Əgər cümlədə biraz uzun bir dəyişik eləmək lazımdır ki, üçbucağın tən böləni ya da bir şərt vermək lazımdır ki, əgər bu üçbucaq bərabər yanlı üçbucaq deyilsə, yəni əgər bu üçbucaq bərabər yanlı üçbucaq deyilsə, isbat edin ki, üçbucağın tən böləni hündürlük və median arasında yerləşir. Niyə birincisi bu qeydi eləmək istədim? Çünki bərabər yanlı üçbucaqda bilirik ki, təpədən çəkilən hündürlük, median və tən bölən, H hündürlük, M median, L tən bölən, bunlar hər üçü eyni uzunluqda olur və üst-üstə düşürlər. Yəni artıq orada tən bölənin median və hündürlük arasında yerləşməsi anlayışı olmur. O səbəbdən bu şərt belə verilməlidir ki, bərabər yanlı olmayan üçbucaqda üçbucağın tən böləni, bir təpədən çəkilmiş tən böləni eyni təpədən çəkilən median və hündürlük arasında yerləşir. İndi başlayaq məsələyə. İndi bir üçbucaq qeyd edirik. Bu üçbucağın bu təpəsindən, bu yuxarıdakı bu təpədən bir hündürlük çəksək. İlk öncə hündürlükdən niyə başladım? Demək, biz bilirik ki, belə bir anlayış da var. Bir nöqtədən hər hansı bir düz xəttə hündürlük çəksək, yəni o nöqtədən həmin düz xəttə məsafəni tapırıq deməkdir. Həmin nöqtədən düz xəttə gedən məsafə isə həmin nöqtədən düz xəttə çəkilən tərəflər arasındakı ən qısa məsafədir. Yəni zaten məsafə demək o deməkdir. Yəni ki, bir nöqtədən verilmiş bir düz xəttə perpendikulyar çəksək, o perpendikulyarın uzunluğu həmin nöqtədən düz xəttə çəkilə biləcək xəttlər arasındakı uzunluqların ən qısasıdır. Yəni ki, H ən qısa olmalıdır. O zaman median və tən bölən hansı çəkilirsə çəkilsin, H-dan daha böyük olacaqlar. Yəni ən qısa məsafə H-dır. O zaman median və tən bölən də sağda olacaq. İndi hansı ortada olacaq, onu az sonra araşdıracaq. İndi əvvəlki videolardan birində isbat etdiyimiz tən bölənin xassəsini yada salaq.
Belə bir qayda var idi ki, əgər bir üçbucağın bir tən böləni çəkilirdisə və üçbucağın sol və sağ tərəfi A və B olurdusa, tən bölənin ayırdığı hissələr də C və D olurdusa, A bölünsün C bərabər B bölünsün D olurdu. Ya da A bölünsün B bərabər C bölünsün D olurdu və s. Və bu o deməkdir ki, əslində bu o deməkdir ki, əgər bir tən bölən çəkilibsə, yan tərəflər də A və B-dirsə, onu tən bölənin ayırdığı hissələrdə A və B ilə düz mütənasib olmalıdır. Yəni AX ilə BX olmalıdır. Məsələn, rəqəmlər yazaraq bunu göstərək. Məsələn, 3 və 7-dirsə, yan tərəflər tən bölən çəkildiyi, tən böləni çəkilərək ayırdığı hissələr 3x ilə 7x olmalıdır. Belə. İndi həmin qaydadan bu üçbucaqda da istifadə edəcəyik. Deməli, bu üçbucağın tərəflərinə A və B deyək. Sol və sağ tərəflərinə A və B deyək. Və belə qəbul edək ki, A B-dən kiçik olsun. Belə qəbul edib məsələyə elə başlayaq. İndi bu üçbucaqda bu təpədən bir tən bölən çəkək. Bir tən bölən çəkək qarşıya və bunun tən bölən olduğunu qəbul edək L. O zaman tən bölənin ayırdığı hissələr, yəni bu hissə və bu hissə A və B nisbətində olmalıdır. Yəni bu hissənin uzunluğu AX, bu hissənin uzunluğu da BX olmalıdır. İndi hələ ki bu təpədən medianı çəkmirik, amma bilirik ki, median qarşı tərəfin, yəni bu qarşı tərəfin ortasına çəkilməlidir. İndi o orta buralardadırmı, yoxsa buralardadırmı? Yəni tən bölən sağdadırmı, yoxsa soldadırmı bu nöqtədən? Onu müəyyən etməliyik. İndi medianın çəkildiyi tərəf, yəni bu sol təpədən başlayaraq düşünsək, medianın çəkildiyi tərəf həmin qarşı tərəfin, yəni AX topla BX-in yarısına bərabər olmalıdır. Medianın çəkildiyi nöqtə, bu uzunluğun yarısı qədər olmalıdır. Yəni mediandan solda və sağda qalan hissələr bu uzunluğun yarısı qədər olmalıdır. Ya da sol təpədən ölçsək, uzunluq AX topla BX böl 2 qədər olmalıdır. Niyə? Çünki median qarşı tərəfin ortasına çəkilir. Bu məlumatı unutmayaq, yadda saxlayaq. İndi biz bilirik ki, A B-dən kiçikdir. O zaman AX-də BX-dən kiçik olacaq, düzdürmü? İndi biz bu bərabərliyin hər tərəfinin üzərinə AX əlavə eləsək, nə olur? 2AX toplansın, 2AX kiçikdir. AX toplansın, BX olmuş olur. Bərabərin hər tərəfinə AX əlavə elədim. Və hər tərəfi də 2-yə bölsək, nə alırıq? AX kiçikdir. AX toplansın, BX bölünsün 2-dən. Yəni bu bərabərlikdən biz belə başa düşürük ki, AX budur. Bu uzunluq AX-dir. Medianın çəkildiyi yerə qədər olan uzunluq isə AX topla BX bölü 2 idi axı. O zaman buradan biz belə başa düşürük ki, medianın çəkildiyi nöqtə, yəni sol tərəfdən medianın çəkildiyi nöqtəyə qədər olan uzunluq, yəni AX topla BX bölü 2, AX-dən, yəni tən bölənin çəkildiyi yerə qədər olan uzunluqdan daha böyükdür. Yəni onda belə çıxır ki, median daha sağda yerləşəcəkdir. Daha sağda yerləşəcəkdir və bu medianın çəkildiyi o nöqtəyə qədər olan uzunluq da nə qədər olmalıdır? AX toplansın, BX böl 2 olmalıdır. Və AX-dən gördüyümüz kimi daha böyük olmalıdır. Və bununla da məsələ isbat olunmuş olur. Amma biz məsələni digər yönü ilə də isbat edə bilərik. Məsələn, burada mən hər tərəfin üzərinə AX əlavə elədim, düzdürmü? O zaman deyirəm ki, məsələn, AX əlavə eləməyim. Hər tərəfin üzərinə BX əlavə eləsəydim nə olacaqdı? Onda olurdu AX toplansın BX kiçikdir 2BX-dən, kiçikdir 2BX. Hər tərəfdə 2-yə bölsəm, AX toplansın BX bölünsün 2 kiçikdir BX-dən. Nə olmuş olur? BX nədir? Sağ tərəfdən ölçsək, BX bu uzunluqdur. Sağ tərəfdən ölçdüyümüzdə. AX topla BX böl 2 isə BX-dən daha kiçikdir. Yəni AX topla BX böl 2 isə bu uzunluqdur. Ki, həqiqətən də buradan axıra qədər olan uzunluq AX toplansın BX bölünsün 2 BX-dən
daha kiçikdir. Çünki buradan ölçsək, yəni bax buradan ölçsək, bx bura qədər gedir. Ax topla bx bölü 2 isə bura qədər gedir. Sağ tərəfdən də ölçəndə bx daha böyük olmuş olur. Yenə də medianın nöqtəsi tən böləndən daha geridə olmuş olur. Sol tərəfdən baxsaydıq, medianın nöqtəsi daha uzaqda olmuş olur. Hər iki halda da tən bölən medianla hündürlüyün arasında olmuş olur və məsələ burada isbat olunmuş olur. Və bununla da birinci hissə test toplusundan 4 dənə isbat sualına baxdıq. Növbəti videolarda birinci hissə topludan isbat suallarına baxacağıq. Bitirməyə çalışacağım bunları yaxın günlərdə. Ümid edirəm ki, faydalı olmuşdur. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın və izləmədə qalın.